Birinci bunu bilin ki, yalan insanın hörmətini sındıran, insanın cəmiyyətdə gözdə salan günahlardan biridir. Yəni, insanın ictimai nüfuzunu sındırar, insanın hörməti aradan gedər və yalanın vurduğu ən mühüm, belə deyək də, ziyanlardan biri budur. Ona görə də Allah Teala dinimiz buyurur ki, bax bir insan düz danışırmı yoxsa yox? Mühüm meyarlardan biri də budur ki, bax gör qarşı tərəf o düz danışan insandır yoxsa düz danışan insandır. Bu mühümdür. Ona görə birinci bunu bilin ki, bu sizin ictimai həyatınızda da sizə ziyanlı olacaq, zərbəsi olacaq. Bu bir. İkinci, yalan oxumuşam ki, vurduğu zərbə bir insan şərab içsə nə qədər ziyan eləyər, ondan da artıq ziyanın olduğunu oxumuşam. O demək deyil, şərab məsələn, günah deyil. Dedim də o günahın nə qədər cəzası da var, dünyası da insan əziyyət çəkir. Ona görə insan gələk o günahdan insan çəkinsin. Və bizlər də gələk onlar elə qəşəng təbliğ eləyək ki, onlar çəkilsin. Yaxşı.